Salam dostlar. Bugünkü video arı ailəsi və arı sosial yaşamı haqqında bir məlumatdır. Arı nədir? Arı necə yaşayır və hansı işləri görür? Bu haqda danışacağıq. Sadəcə xırda məlumatlar deyəcəm. Gələcək videolarda isə ətraflı hər bir haqqında məlumat deyəcəm. Bugün başlayaq. Arı nədir və arı ailəsi nədir? Arı ailəsi necə formalaşır və hansı işləri görür? Arı ailəsi o deməkdir ki, bir çox arıların bir yeşikdə, bir yuvada bir arada olmasıdır. Və bu bir arada olan arı ailəsinin tərkibində arı olmaqla yanaşı cinsi və iş prinsipi etibarilə fərqli arılar mövcuddur. Belə ki, bir arı ailəsində, bir arı yeşiyində mövcud olan bir dənə ana arı mövcud olur. Bir dənə kraliça ana arı mövcud olur və onun ətrafına toplaşan bir xeyli hətta minlərcə arılar, işçi arılar və erkək arılar mövcud olur və birlikdə bir arı ailəsi yaradırlar. Və bu arı ailəsinin yaşam prosesi dedikdə, sosial yaşam prosesi dedikdə biz başa düşürük ki, ana arı ömrü boyu, yaşam sürəsi boyu yumurta atmaqla məşğul olur. Yəni sürfə atmaqla məşğul olur. Arıların çoxalmasına xidmət edir. Adından da görünür ki, ana arıdır. Və ikinci əsas iş prinsipi isə çənəsinin altında olan bir bezlə, bez vasitəsilə fermentlər, feromon fermenti ifraz edir və ifraz etdiyi feromonla ətrafında olan arıların hansı işləri, hansı ardıcıllıqla görəcəklərini onlara sanki başa salır və yaxud da ki, onlara təsir edir. Və yeşin daxilində olan arı ailələri hansı müddətdə və hansı işləri, hansı prosesləri yerinə yetirəcəklərini sanki başa düşüb bilirlər. Və bununla bağlı daha sonraki videolarımızda da ətraflı danışacağıq. Sadəcə indi ana arının yaşam prosesi və iş prinsipindən danışdıq ki, ana arının yeşikdə olan iş prinsipi və yaşam prosesi yumurta atmaq, sürfə qoymaq və feromon ifraz etməklə, fermentlər ifraz etməklə ətrafında olan arı ailələri, arı kütləsini bir arada tutmaq və onların nə iş görəcəklərini onlara təsir etməkdir. Daha sonra işçi arılar, işçi arılarda minlərcə olmaqla, daha sonra videolarda əsas minlərcə olmaqla deyərkən bunun fəsillərə uyğun miqdarı dəyişdiyi üçün minlərlə olmaq deyə nəzərdə tuturam. Daha sonraki videolarda tam dəqiq rəqəmlər haqqında məlumat verəcəm. Hansı fəsildə və hansı dövrdə, hansı miqdarda yeşikdə olan arı ailəsinin miqdarı haqqında. Və beləliklə işçi arının iki iş prinsipi var. Biri doğulduğu andan etibarən 21 gün yeşik daxili, yəni yuva daxili işlərlə məşğuldur ki, bu o işləri ana arının çənə bezi altında olan fermentlərlə ifraz olunur və ona təsir olunduğu üçün və həm də eyni bununla yanaşı sanki gənc arılar çöldə iş prinsipinə hazırlaşdırılmağa bir sürət, bir müddət keçməsi üçün yeşiyin daxilində təmizlik işləri, pətək hörmə işləri və çöldən
işçi arıların gətirdiyi qidaları ağızdan ağıza ötürməklə və onu sindirim sistemində hansısa bir maddələrin mübadiləsi getməsi və yuvada olan bala arıların və pupa və sürfələrin qidalanmasına xidmət göstərir. Və 21 gün başa çatdıqdan sonra işçi arılar yeşik xarici iş prinsipini öz üzərinə götürür. Daha doğrusu ana arının ifraz etdiyi fermentə əsasən yeşiyin xaricində çöldə nektar, propolis, polen, su, bal bu kimi qidaları, yemləri yeşiyə toplayıb gətirir və bu proseslə, bu minvalla arı ailəsində olan işçi arılar ölənə kimi bu prosesi davam etdirir. Bu ortalama 20-35 gün arası çəkir ki, bu proses daha sonra bu işçi arı da məhv olur və onun yerinə daha sonra yeşikdəki başqa gənc arıları tutur. Bununla yanaşı yeşikdə həm də erkək arası mövcuddur. Onun da say etibarən miqdarı fərqli dövrlərdə fərqli saylarda olur. Sadəcə onun yaşam prosesi və iş prinsipi ondan ibarətdir ki, müəyyən dövrlərdə yeşik daxili temperaturun qorunmasını təmin və təşkil edir və onunla yanaşı əsas bir iş prinsipi də var ki, erkək arısı müəyyən dövrlərdə uçuş prosesi etməklə havada ana arı ilə tüstüləşir, ana arını mayalandırır və özü orada məhv olur. Onun həyat prosesi orada sonlanır. Və yeşikdə arı ailələrində erkək arılarında təkrar doğulması və çoxalması prosesi baş verir. İşçi arılarında çoxalması və təkrar çoxalması və böyüməsi prosesi baş verir və ana arının da yeşikdə var olması, təzədən doğulması və var olması prosesi davam edir. Bunların haqqında ətraflı məlumat daha sonraki videoda ətraflı formada diqqətinizə çatdıraram. Sadəcə bugünkü video materialda bundan haqqında danışdıq ki, arı nədir, arı ailəsi nədir, arı ailəsində olan arılar hansı arılardan ibarətdir, əslində arı nədir? Arı bizim sabahımız deməkdir. Arı sabahlar deməkdir. Çünki arılar bir də həm də ətrafda olan bütün bitki və çiçəklərin mayalanmasını və tozlanmasını həyata keçirdiyi üçün arılar ətrafda olan bütün çiçəkli bitkilərin yaşama prosesini davam etdirən bir